Salam, əziz və dəyərli Uğur Muzaykası kanalının izləyiciləri. Biz 2025-ci il Güvən Nəşriyyatı Sınaq 1, 11-ci siniflər üçün buraxılış testinə baxırıq. 61-ci sualda deyir, A tək ədəd, B isə cüt ədəd olarsa aşağıdakılardan hansının qiyməti cütdür? Yəni biz A-nın yerinə 1, B-nin yerinə 2 qoyaraq hesablayacağıq. Ən səmərəli yol. Birinci sualda 1-in kvadratı üstə gəl 3 vur 1 vur 2. Bu eləyəcək 7. 7 cüt ədədi olmadığına görə bizə cüt lazımdır, seçmirik. İkinci, A-nın yerinə 1, B-nin yerinə 2 qoyuram. B kvadrat, yəni 2-nin kvadratı 4. Cavab alındı 6. 6 cüt olduğuna görə ikincini götürürük. B kvadratı, yəni 2-nin kvadratı 4. 2 vur 1-in kvadratı 1. Cavab 6 cüt alındığına görə üçüncünü də götürürük. Nəhayətdə dördüncü. 3 vur A vurulsun B. Üstə gəl B-nin kvadratı. Bu da 10. Cüt alındığına görə dördüncünü də götürürük. Düzgün cavab 2, 3, 4. Aşağıdakılardan neçəsi doğrudur? Baxın, kəsişmə həm A-nın ad çoxluğudur, həm B-nin ad çoxluğudur. Eyni zamanda kəsişmə birləşmənin ad çoxluğudur. A ilə boş çoxluğun kəsişməsi boş çoxluqdur. Üçüncü səhvdir. Amma birləşməsi A-nın özüdür. Və A birləşmənin ad çoxluğudur. Bəli, çünki A-da olan bütün elementlər birləşmənin daxilində var. Neçəsi doğrudur? 4'ü doğru imiş. 63'ə baxın. Baxın, bunu biz belə yaza bilərik. A çıx B. Sonra yaza bilərik C çıx B. Və bunların nəyi? Birləşməsi. Hər ikisi. İndi bunu daha xarakterizə etmək üçün ikinci versiyada belə yazıblar uşaqlar. A ilə C-nin birləşməsindən, baxın B variantı, nəyi çıxıblar? B-yə aid olan hissəni ağ ediblər. Yəni çıxıblar. Ona görə düzgün cavab B variantı olacaqdır. 64-cü sualda 1 üstə gəl 2-də 1 eləyir 2-də 3. Bu 3'də 3 kimi düşünülür də. 3'də 3'dən 3'də 1 çıxıram 3'də 2. Baxın, elə ilk addımda gördüm ki, ikisi nə alınacaq? 1 alınacaq. 4'də 5, 5'də 4. Baxın, bu da 1 alınacaq. Yəni hər iki dənədən 1 alınacaq. Fikir verin. Məxrəci cüt tək. Cüt tək. Deməli, burada da məxrəci 22 və 23 ki var. 22 və 23 ki var. Bu cüt alınacaq, 1 alınacaq. Sonda bir dənə bu qalacaq. Baxın, yəni qısaca belə deyim də, 2-dən 24'ə qədər 23 dənə də, 22 dənə cütlər gedir, yekunda bu qalır. Bu da bizim üçün edəcək 24'də 25 B variantı. 65-ci sual. Şəkər tozunun 1 kiloqramının qiyməti 2x-dir. Əgər şəkər tozunun qiyməti 25% artdı, qiymət 2x-dir. Bunun 25%-ni tapıram. 4 ilə də bu gedir 2. Yəni 0,5x 25%. Baxalaşdığı üçün, artdığı üçün 2x-in üstünə 0,5x gəlirəm, eləyir 2,5x. İndi 1 kiloqramı bu qədərdir. Bəs deyir 3x-ə nə qədər olar? Onda ümumi məbləği bölürəm 1 kiloqramına. X-lar gedir. 3 bölünsün, bu 2'də 5 deməkdir. Bu da 3 vurulsun 5'də 2. Yəni 5'də 6, 1,2. Düzgün cavab B variantıdır. 66'ya diqqətlə baxmanızı istəyirəm. Baxın, 4'də 3 çıx 1, 1 çıx 4'də 3. Bir-birinin əksidir cavab olaraq. Və əks ədədləri böldükdə bir-birinə cavab -1 alınır. Burada üstə gəl 1. 4'də 3'ü mənfiyə bölürüksə -4'də 3 üstə gəl 1. Təbii ki, müsbətə birinci yazıram. 1'i burada məxrəc 4 olduğuna görə 4'də 4. Çıx 3'ü də sonraya atıram 4'də 3'ə. Burada cavab təbii ki alınacaq. Düzgün cavab 66'da C bəndidir. 67-ci sualda. Şərtini ödəyən müsbət ədədlərdən hansı ən böyükdür? Baxın, buna hər hansı bir K deyirəm. A-nı 5'ə böləndə K alınırsa, deməli A 5K'dır. B 6K'dır.
C 7K-dır. D 8K-dır. Y də 9K-dır. Müsbət ədədlər olduğuna görə təbii ki, ən böyüyü nə olacaq? Y olacaqdır. Başqa sözlə, böyük ədədi daha böyük ədədə bölürəm ki, kiçik hissələr alınsın və bunlar bərabər olsun. 68. 18 ədədi 30-un neçə faizdir? Biz də bilirik ki, birinci gələn surətdə, ikinci gələn məxrəcdə yazılır. Vurulsun 100. Sıfırın 1 gedir, 18-i 3-ə bölürük 6, ona vuracaq, eləyəcək 60%. Bu da bizim növbəti 68-ci sualımız. Biz 69-cu sualına davam edirik. Deyir, ACP nöqtələri üzərində bir düz xət üzərdədir nöqtələri, TKS isə bir nöqtə üzərdədir. AP üstəgəl PC AC-dirsə, parça bölünmüş hissələrinin cəminə bərabərdir. Deməli, burada P ortada. Burada da eyni qaydada TK bölsün KS TS verirsə, deməli, ortadakı K-dır. Düzgün cavab P və K. Bu şəkildə olacaqdır. Daha sonra bizdən bucaq BDY-ni soruşur. Bu şəkildə. Gəlin baxaq. Bizə deyir ki, BC DK-ya paraleldir. O zaman mən bunu uzadıram və deməli, BC DK-ya paraleldirsə, onda bunlar uyğun bucaq olur. Bura 48 isə, burada 48-dir. İndi bizdən BDY-ni soruşur. Bu hissədə 90 olacaq axı, perpendikulyar olacaq. Çünki buradan bura 90-dırsa, bunun qonşusu da 90-dır. Bizdən indi BDY deyəndə 90 və 48-in cəmi nəzərdə tutulur. 48 dərəcə üstə gəl 90 dərəcə eləyəcək 139 dərəcə. Yəni, Y variantı. 71-ci sualda 3/4 nisbətində 2 ədədin cəmi 3K üstə gəl 4K 28-dir, 7K 28-dir, K olacaq 4. Deməli, birinə 3K dedik. 3K bərabərdir 3 vurulsun 4, yəni 12. Birinə 4K dedik. Yəni 4 vurulsun 12 bərabərdir 48. İndi bizdən həmin ədədlərin hasilini istəyir. Daha doğrusu biz burada niyə 12-yə vurduq ki? Bu misal səhv alınacaq. Mən K-nı 4 tapmışam. Buna bir dənə düzəliş edeyim. Bu 16 edir uşaqlar. Düzdürmü? İndi biz 16-nı vuracaq 12-yə. 2 dəfəsi 32, 16 da burada. Yəni düzgün cavab 192 alınmaqdadır. Davam edirik icazənizlə. Baxın, hər ikisi mənfi ədəddir. Məsələn, mənfi 2 və mənfi 1 qoydum. Bunların cəmi mənfi 3, yəni mənfi alınacaq. 2-dən mənfi 2-ni ya da mənfi 1-i çıxsam belə mənfi edəcək topluma. Modulun içi mənfidirsə mənfiyə vurub çıxardırıq. Müsbətsə olduğu kimi çıxır. Mənfi B, mənfi B, mənfi 2B'dir. Bu da müsbət 2. Deməli, düzgün cavab C variantı olmaqdadır. Davam edirik. 73-cü tapşırıqlar. Gündə 5 saat işləyərək 4 gündə şumlayan bir işçi 20 qoy. Onda ümumi saatı tapıram. 5 saatı vururam gündə 4 günə. Bu eləyəcək 20 saat. Yəni, işçi 20 saata 20 kvadrat metr şumlayıb. Bəs gündə 6 saat işləyəndə isə neçə gün olduğunu bilmirəm. Bunu 30 kvadrat sahədə neçə günə şumlayar? Günü tapıram. O zaman çarpaz vuruq. 6 vurur, x vurur 20 bərabərdir. 20 vur 30. 20-lər gedir. 6x 30-dursa, x-in özü də 5 olmaqdadır. Deməli, bizim axtardığımız cavab 5-dir. 74. Baxın, mənfi ədədin tam hissəsini tapanda, ümumiyyətlə bu mənfiyə fikir verməyin uşaqlar. 2,3 nə ilə nəyin arasındadır? 2 ilə 3 arasında. Mənfi var deyə bura mənfi atırıq. Tam hissəsi nə oldu? Mənfi 3. Mənfi ədədlərin kəsir hissəsini tapanda isə 1-dən bu gördüyüm kəsiri çıxıram, cavab olur 0,7. Deməli, kəsir hissəsi 0,7 olacaqdır. 75-ci sual.
138 ədədinin üzərinə hansı ən kiçik ədədə olunmalıdır ki, 12, 16 və 18-ə bölünsün? Sizin birinci işiniz əkop tapmalıdır. 12, 2 vur, 2 vur, 3'dür. 16, 4 dənə 2-nin hasilidir. 18 isə 2 vur, 3 vur, 3'dür. Onda birinci 4 dənə 2-ni və 2 dənə 3'ü götürür. Yəni 16 vur, 9. Bu deyəcək 144. Yəni demək istəyir ki, 138-in üstünə nə gəlsəm 144 edir. Ona görə 144-dən 138-ə çıxıram. X bərabərdir 6. Deməli, 138-in üstünə 6 gəlsəm, həm 12-yə, həm 16-ya və həm də 18-ə bölünəcəkdir. 76-cı sualla davam edirik. 76-cı sual konkret düsturdur. ENA üstə gəl MB çıx kəsişmə. Baxın, konkret düstur. İndi bizdən MB-ni soruşur. Burada yəqin çox da yaxşı düşməyib. 30 bərabərdir 24 üstə gəl X çıxılsın kəsişmə. Bu tərəfə atırıq kəsişməni. O zaman toplanılır. 42 bərabərdir 24 üstə gəl X. 24 da bu tərəfdən 42-dən 24 çıxır, 18 bərabərdir X. Deməli, mənim axtardığım cavab 18 imiş. 77-ci sualla davam edirik uşaqlar. Yağlılığı 2% olan 12 kiloqram südə yağlılığı 4% olan 18 kiloqram süd qarışdırıldı. Baxın, məhlul məsələsi kimi bunu qablar üsuluna yaza bilərik. 12 kiloqram süd 2%-lidir. 18 kiloqram isə 4%-lidir. Nəticədə 30 kiloqrama ayınır, amma neçə faizidir bilmirəm. Ona görə 2-ni vururam 12-yə, üstə gəl 4'ü vururam 18'e bərabərdir 30 vur X. 24 üstə gəl 72 30 vur X-dir. 30 vur X bərabərdir bu tərəfdə 96 edir. 96-nı böləsiz 30-a. 3'ə ixtisar gedir 10'da 32, yəni 3 tam 10'da 2. Yağlılıq neçə faiz oldu? 3 tam 10'da 2 oldu. Həmişə qarışdırılan 2 məhlulun faiz nisbətləri arasında yer alır. 78-ci sualda istifadə olunan düstur, məşhur düsturumuzdur. Əkov vurulsun əbob, AB bərabərdir ilə A vurulsun B-yə. Yəni, əkov 90-ı əbob 5-ə vurmaq, ədədlərdən biri 10-dursa, digərini bilmirəm. O zaman 450 bərabərdir 10 vurulsun X-a, 450-ni də 10'a böləndə eləyəcək 45. Deməli, axtardığımız digər ədəd 41 işimiş. Həqiqətən də 45 ilə 10'un əkobu 90, əbobu 5'dir. 79-cu sual. Biz bölünəni tapanda bilirsiniz ki, bölünən bərabərdir. Bölən vurulsun, natamam qismət üstə gəlinsin, qalıq. Yəni, bizim bölünənimiz bərabərdir. 14 vurulsun 25 üstə gəl 10. Bu bərabərdir. 14'ü 25'ə vurmanın ən sürətli yolu 4'ə bölüb 100'ə vurmaqdır. Bu eləyəcək 350. 10 da üstünə gələcəm 360. Aha. Deyil 360'ın sadə bölənlərini sayında. 360'ı 2'yə bölürəm 180. 2'yə bölürəm 90. 2'yə bölürəm 45. 3'ə bölürəm 15. 3'ə bölürəm 5. 5'ə böldüm 1. 5, 3, 2. Yəni 2, 3, 5. 3 dənə sadə böləni var. Davam edirik icazənizlə. Deməli, növbəti sual 80-ci sual. Duzluq faizi 15% olan 40 kiloqram duzlu su məhlulundan. Deməli, 40 kiloqram su məhlulu var 15%-lidir. Bu qablar usul çox önəmlidir. Su buxarlandırmalıyamsa, nə qədərdir bilmirəm, amma buxarlandırdığım su olduğu üçün bunun duzluğu yoxdur 0%. Məhlulun duzluğu 25 olsun. 40'dan X-ə çıxıramsa 40 çıx X yazıram. Çünki dəqiq kütləni bilmirəm. Sonra qablar üsulu ilə vururuq. 15 vur 40,
x vur 0, 25 vurulsun 40 çıx x. Bu eləyəcək 600, 0 vur x-in mənası yoxdur. 25'i 100'e vuracağım. 1000 çıxılsın 25x. Onda müsbət 25x bərabərdir 400'e. Təbii ki, x də bərabər olacaq neçəyə? 16'ya. Bu da bizim düzgün cavabımız. 81-ci. A ədədinin 3 misli B ədədinin 2 mislinə bərabərdir. O zaman B 3K, A da 2K'dır. Bunu tapdım. B ədədinin 4 misli C'nin 5 mislidir. B 3K olduğuna görə 3 vur 4 C'nin 5 mislidir. C vur 5 bərabərdir 12K'ya. C bərabərdir 12K'nı 5'ə böləcək. Yəni 2 tam 10'da 4K. Bunu da tapdıq. C ədədi A ədədinin neçə faizidir? Birinci gələn surətdə C ədədi A ədədi də 2K'dır. Məxrəcdə K'lar getdi. Bunu böləndə 1 tam 10'da 2 elədim ədəd olaraq. Biz bunu faiz dediyi üçün faizə vuracaq. 1 10'da 2'ni vuracaq 100 faizə. Bu deyəcək 120 faiz. Diqqətlə baxın. Bir qaranlıq olsa videonu saxlayaraq da baxa bilərsiniz. 82-ci sual müxtəlif versiyalarla yazmaq olar. Ən sürətli yorulmadan nədir? Bura 90'dır. Bura 90'dır. Buranı da tapa bilirsiniz məziz şagirdlər. Yəni bu çevrə 360 olacağını üçün buna mən deyirəm 295 dərəcə. Bir dənə bu yoxdur və bizdən də bunu soruşur. O zaman ən sürətli yollarımızdan biri 1, 2, 3, 4, 5, 6 bucaqlıdır. Yəni x üstə gəl 90, üstə gəl 90, üstə gəl 48, üstə gəl 73 və bir də 295 dərəcə 6 bucaqlının daxili bucaqların cəmi 720 uşaqlar. Ümumiyyətlə neçə bucaqlı istəyirsə bu düsturla tapılması mümkündür. Yəni x üstə gəl 180, üstə gəl 110, 121, üstə gəl 295 bərabərdir 720'ye. O zaman x üstə gəl bu eləyəcək 301, bu eləyəcək 596 bərabərdir 720'ye. X də bərabərdir 720'dən 596'nı çıxacaq. Burada qalacaq 4, 1 getdi. 11'in içində 9, 2 dəfə 124 dərəcə. Bu da bizim 82-ci sualımız. Təbii ki, bunu müxtəlif yollarla da, səmərəli yollarla da yazmaq mümkündür. İlk ağlımıza gələn versiyanı yazdıq. 83-cü sual. Ədəd oxunda bu nöqtələr arasındakı məsafə 9 vahiddir. İndi mən hansının kiçik olduğunu bilmirəm. Ona görə birinci hal olaraq bunu kiçik götürürəm. 2x üstə gəl 7'nin üstünə 9 gələndə 3x üstə gəl 3 alınır. İkinci hal olaraq isə uşaqlar 3x üstə gəl 3'ü kiçik götürürəm. Bundan 9 vahid sağda 2x üstə gəl 7 yerləşir. Bu eləyir 16. 3'ü bu tərəfə atıram. Çıx 3. Bu eləyəcək çıx 2x. Bu tərəfə atdım. Yəni 13 bərabərdir x. X'in birini tapdıq. Burada 3x üstə gəl 12 bərabərdir. 2x üstə gəl 7. 2x'i bu tərəfə atanda çıx 2x olur. 12'ni bu tərəfə atanda çıx 12 olur. X də bərabərdir mənfi 5. İndi bizdən mümkün qiymətləri cəmi dediyinə görə mənfi 5 ilə 13'ü toplamaq uşaqlar 13 çıx 5 deməli. Yəni cavab 8'dir. Diqqətlə baxın. Bir qaranlıq olsa deyin. 84. Baxın, burada 6 dənə ədəd verib. Ədədlərin ədədi ortası 87'yə bərabərdir. Yəni mən A üstə gəl, B üstə gəl, C üstə gəl, D üstə gəl, Y üstə gəl, F tapmaq üçün 87'ni 6'ya vurmalıyam. 2, 4 yadda. Bu da 522 eləyir. İndi yeni bir ədəd əlavə etmək lazımdır ki, yəni 522'nin üstünə nə gəlsəm, 7'dən ədəd idi axı.
93 vur 7 alınacaq. Yəni 7-ni 3-ə 1, 2 yadda, 63 o da 2, 651. X də bərabərdir 651-dən 522-ni çıxıram. 9, 2, 1. X bərabərdir 129 olacaqdır. Problem? Qaranlıq olmaz inşallah. Uşaqlar, son misala baxırıq bu sınavdan. Uyğun tərəfləri paralel bucaqlar birinci hal ya bərabərdir, ikinci hal cəmi 180-dir. Onda mən bunları bərabər götürürüm. Deməli, bunu bu tərəfə atanda 4x çıx x, 10 dərəcəni o tərəfə atanda üstə gəl 10 dərəcə. O zaman 3x bərabərdir 30 dərəcəyə, x də bərabərdir 10 dərəcə. Bu x-in birinci qiyməti. İkincidə isə uşaqlar, bunların cəmi 180 olmalıdır. Çıxız. 180 dərəcə. X 4x, 5x, 20 çıx 10, müsbət 10 dərəcə. Bərabərdir 180 dərəcə. 5x bərabərdir, bu tərəf atıram, çıxılır 170 dərəcə. X də bərabərdir 5-ə böləndə 34 dərəcəni almış olacaq. Bizdən mümkün qiymətlər cəmi soruşduğuna görə şahidlər 10-dan 34-ü toplayırıq. Düzgün cavab olacaq 44. Videonu izlədiyiniz üçün təşəkkür edirik. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər Allah'a emanet olun.